Hedonik adaptasiya nədir? Hedonik adaptasiya və ya başqa sözlə desək, hedonin təkrar adaptasiya insanların təcrübə etdikləri xoşbəxtlik və məmnuniyyətin zamanla necə azalması və əvvəlki vəziyyətindən qaytarılmasını izah edən bir psixoloji anlayışdır. Başqa sözlə desək, bu insanların həyatında müsbət dəyişikliklərə alışdıqca bu dəyişikliklərin onları nə qədər sevindirdiyi və xoşbəxt etdiyi hissinin zamanla azaldığını göstərir. Məsələn, İnsan yeni bir şey aldıqda çox sevinə bilir. Amma zaman keçdikcə bu sevinç azalır və əvvəllər yaşadığı sevinç səviyyəsinə qayıdır. Eyni şey həyatın digər sahələrində də baş verə bilir. Yeni bir iş, yeni bir münasibət başlayanda çox sevindirici ola bilir. Amma zaman keçdikcə həmin dəyişikliklərə adaptasiya olunaraq bu sevinclər azalır. Bu fenomen həm də qızıl qəfəs effektinə bənzəyir. İnsanlar həyatlarında bir çox şeylərə sahib olsalar da, bu yaxşı şeylər alışılır və əvvəlki həyat tərzinə qayıdılır. Sanki heç bir dəyişiklik olmamış kimi hiss edilir.